Pərviz Hacıyev, uşaq uroloqu, Avropa Pediatrik Urologiya Cəmiyyətinin, Avropa Urologiya Cəmiyyətinin, Amerika Urologiya Assosiasiyasının və Endourologiya Cəmiyyətinin üzvü. Doktor Pərviz Hacıyev 1985-ci ildə anadan olmuşdur. Pərviz Hacıyev 2009-cu ildə Türkiyə Respublikası Ankara Universitetinin Tibb fakültəsini bitirərək həkim ixtisasına yiyələnmişdir. 2010-cu ildə keçirilən TUS imtahanında, yəni tibbdə uzmanlıq sınavı, tibbdə rezidentura imtahanında Doktor Pərviz Hacıyev birinci seçimi olan Ankara Universiteti Urologiya kafedrasına daxil olaraq rezidentura təhsilinə başlamışdır. 2015-ci ildə Pərviz Hacıyev rezidentura təhsilini başa vuraraq uzman uroloq ixtisasını almışdır. 2015-ci ildə Yandal uzmanlıq imtahanında Türkiyə üzrə ikinci yer əldə etmiş və Ankara Universitetində uşaq urologiyası üzrə Yandal təhsilinə başlamışdır. 2019-cu ildə Pərviz Hacıyev 3 illik uşaq urologiyası Yandal təhsilini bitirərək uşaq urologiyası uzmanı ünvanını almışdır. 2014-cü ildə Pərviz Hacıyev Avropa Uroloqlar Cəmiyyətinin təqaüdü ilə Danimarkanın Aarhus Universitetində uşaq urologiyası üzrə elmi praktik təcrübə keçmişdir. İxtisası ilə əlaqədar çox sayda beynəlxalq kurslarda və seminarlarda iştirak edib, mükafatlar almışdır. 2013 və 2014-cü illərdə Pərviz Hacıyev Avropa Uşaq Urologiyası Konqresində ən yaxşı araşdırmalar üzrə 2 dəfə üst-üstə birinci yerə layiq görülmüşdür. Pərviz Hacıyev 2019-cu ildə Belçikada keçirilən Avropa Uşaq Urologiyası Bordunun imtahanlarını verərək Avropa Uşaq Uroloqu titulunu almışdır. Azərbaycanın ilk Avropa sertifikatlı uşaq uroloqudur. Pərviz Hacıyevin ABŞ-ın və Avropanın elmi jurnallarında bir sıra məqalələri dərc olunmuşdur. 2020-2022-ci il tarixlərində Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında baş həkim olaraq fəaliyyət göstərmişdir. 2022-ci ildən Avropa Uşaq Urologiyası Cəmiyyətinin Təhsil Komitəsinin üzvüdür. 2022-2023-cü il tarixlərində Chicago Universitetində Amerika Birləşmiş Ştatlarının təqaüdü ilə elmi araşdırma və təcrübə keçmişdir. Pərviz Hacıyevin ABŞ-ın və Avropanın elmi jurnallarında bir sıra məqalələri dərc olunmaqdadır. Uşaqlarda anadan gəlmə və sonradan qazanılmış uroloji xəstəliklərin müalicəsi və cərrahiyyəsi ilə məşğuldur. Pərviz Hacıyev Avropanın müxtəlif şəhərlərində, eləcə də Amerika Birləşmiş Ştatlarında Avropa Urologiya Cəmiyyətinin və eyni zamanda Avropa Pediatrik Urologiya Cəmiyyətinin təşkil etdiyi müxtəlif təkmilləşdirmə kurslarında və konferanslarda aktiv şəkildə iştirak etməkdədir. Urologiya üzrə dünyanın nüfuzlu mütəxəssisləri ilə birlikdə Pərviz Hacıyev iştirak etdiyi beynəlxalq konferanslarda iştirakçı olmaqla yanaşı, eyni zamanda geniş məruzələrlə çıxış edir. Doktor Pərviz Hacıyevin ixtisaslaşdığı sahələr: uşaqlarda anadan gəlmə urogenital anomaliyalar, hipospadiya, epispadiya, kriptorxizm, hidroseli və qasıq yırtığı, uşaqlarda varikoseli, sünnət xətalarının düzəldilməsi, mikropenis və gömülən cinsiyyət üzvü, penis əyriliyi, uşaqlarda gecə və gündüz sidik qaçırmaları, hidronefroz və hidronefroza səbəb olan xəstəliklərin medikamentoz və cərrahi yolla aradan qaldırılması. Doktor Pərviz Hacıyevin üzvü olduğu təşkilatlar: European Society for Pediatric Urology, Avropa Uşaq Urologiyası Cəmiyyətinin, European Association of Urology, Avropa Urologiya Assosiasiyasının, American Urological Association, Amerikan Uroloji Assosiasiyasının və Endourological Society Cəmiyyətinin üzvüdür. Uşaq uroloqu Doktor Pərviz Hacıyev Mirməmməd Cavadzadə adına Respublika Uroloji Xəstəxanasında baş həkim, eyni zamanda HP Güvən Klinikasında uşaq uroloqu işləmişdir. Hal-hazırda Badam Klinikasında peşəkar fəaliyyətini davam elətdirir. Doktor Pərviz Hacıyev ilə əlaqə 050 444 30 35